Salam əziz izləyicilərim, xanımlar. Bugün sizinlə nəyi bölüşmək istəyirəm? Qabıyan o gün paltar qurudan maşın haqqında məlumat vermişdim. Bugün də qabıyan maşın haqqında məlumat vermək istəyirəm. Düzdür, qabıyan çox evlərdə var. Paltar qurudanı çox xanım məsəl üçün almaq fikrində olmur da, yəni vacib bilmirlər. Ona görə mən onun haqqında sizə məlumat verdim. Qabıyanın da bəzi xanımlar var ki, onu lazımsız bilirlər, evdə ehtiyac duymurlar. Amma mən bugün o haqda sizə video çəkib məlumat vermək istəyirəm. Və başlayaq qızlar. İlk öncə söyleyeyim, mənim maşınım LG markasındandır. Proqramları da buradan yandırım göstəreyim sizə. Baxın qızlar, yandırıram bu nöqtədən. Burada avtomatik 3 saat 15 dəqiqə göstərir. Sonra bu çox yoğun, yəni çox bulaşıq olan qablar üçün də o da 3 saat 5 dəqiqədir. Narın, yəni çox belə də qrязный, bulaşıq olmayanlar üçün 2 saat 4 dəqiqə. Eko 3 saat 35 dəqiqə. Turba 1 saat 40 dəqiqə. Buradan da proqramları seçmə şeydə. Mən əsas ekoda yuyuram. Belə axşamdan qoyuram, səhər çıxardıram, yəni qabları. Bu 3 saat nə qədər eləyir? O demək deyil ki, qızlar, energiyanı bu 3 saat ərzində çox yazır, suyu çox işlədir. Yəni bu eko da tam təmiz çıxardır. Nəysə də yəni mən bunda yuyuram çox vaxtı. Axşamdan qoyuram, səhər götürürəm. Burada iki dəfə çift duşlama, 2 dəfə suya çəkilmədir. Əlavə proqramlardır bunlar. Məsəl üçün ekonu qoşursan, sonra bunları əlavələr yükləyirsən də davam eləyirsən. Beləncə çift 2 dəfə duşlanır. Ondan sonra burada da ekstra qurutma. Mən heç vaxt ekstra qurutmanı istifadə eləməmişəm. Çünki onsuz da qablar qurumuş halda çıxır. Çünki o qədər qaynar su ilə yuyulur ki, onlar maşının içi qaynar olur. Həmən yuyulandan sonra başlayır qurumağa qablar. Yəni əgər çox, məsəl üçün yuduqdan 1 saat, 2 saat sonra çıxarsaz, qupquru çıxır. Yox, əgər biraz artıq saxlasaz, 3-4 saat saxlasaz, başlayır buxarlanma verir və nəmlənməyə başlayır qablar təzədən. Ona görə yuduqdan 3 saat sonra çıxartsaz, isti, yəni qurumuş halda çıxır. Burada da ki, fərqli, bir də bunu göstərmək istirdim sizə, baxın. Bu ulduz kimi, bu parlatıcı da tökülməlidir. Burada işıq yananda mütləq, yəni bunlar istəyirsinizsə bakallarınız, stəkanlarınız, yəni təmiz, parıltılı çıxsın, bu tökülməlidir. İndi onları da göstərəcəm. Burada da bu da yanıb sönəndə bu znak duz demək, maşında duz artıq qutarıb. Məndə var, dolu tökülüb deyə yanıb sönmür gördüyünüz kimi. İndi bu maşını söndürüm və içini açım maşının. İndi qapısını açdım, qapısından başlayayım. Bura tabletka yeridir. Belə tabletkanı qoyub belə bağlayırsınız. Açanda da bura basırsınız. Yəni belə qoydunuz, bağladınız. Burada basıb açırsınız. Bura tabletka qoymaq üçün ya da paraşok. Bəzi qabıyan paraşoklar yaxud gellər də olur. Məndə həmişə tabletka alıram mən. Burada da nə qədər tökmək lazımdır. 25-15 göstərir. O paraşok ya gel üçündür. Burada həmən dediyim kimi, baxın, ulduz kimi belə snejinka şəkli var da. Burada parlatıcı tökmək üçündür. İndi onu göstərim sizə. Baxın qızlar, bu firmanınki Domol. Almaniyanın firmasıdır. Rossmann mağazinlərində olur bu. Başqa bəlkə də mağazinlərdə də olar. Yəni Rossmann Alman mağazini olduğundan mən həmişə oradan alıram. Belə parlatıcıdır, baxın. Bulaşıq makinesi parlatıcı. Sonra bunu açdım. Belə tökürəm, buranı doldurur. Bu özü dolanda özü burada bildirir də, yəni dolacaq.
Ne kadar dolunca tökürəm. Çünkü her defa bunu doldur, bakın doldu. Yani burada var idi deyə bu kadar tez doldu. Yoksa bir xeylaq bu gedir, yani tökülür. Hardasa bir stəkandan çox tökülür bu bura. Beləncə bunu bağlayıram. Bu qalır hər yumada, özü ne kadar lazımsa o kadar buradan bırakır da yəqin. O avtomatikdir. Sonra nəyi göstərəcəkdim qızlar sizə? Sonra da beləncəyi maşının için göstərim. Bunu da Rossmann magazinindən almışam. Bu beləncək asılı halda qalır burada. Maşının içindən qoxu gəlməmək üçündür. Bəlkə videolarımda da var. Bundan neçə aydır bu burada qalır. Baxın, az gedir. Yəni bilmirəm hardan çıxır. Özü xırda deşikləri var buradan. Setka kimidir, oradan çıxır hər yumada yəqin ki. Bu da buradan qalır neçə ay. Hətta Rusiyaya da alıb aparmışam. Oradakı maşında da var məndə. Bu mənim maşınımda bir də belə bir yoruldum vallahi. Elə bil təngə nəfəs oldum. Belə bir özelliği var. Bu lift, asansör deyirlər Türklər buna. Belə yendirmə, qaldırma şey var. Özelliği var. Bu nə üçündür? Məsəl üçün bura hündür qazan hündür tarelkalar olur da, böyük tarelkalar, ya hündür qazanlar qoyursunuzsa, bunu beləncə burada knopkalarla belə basıb qaldırıram. Burada yer çox olur və bax qaldırdım. Bakın bura genişlendi. Sonra da aşağı indiririm. Yani bu xüsusiyyət var bu maşının. Birdəki ne var? En vacib, en yaxşısı. Məndə qaşıq bu belə səbət var. Qaşıq səbəti. Mən bu belə xoşlayıram. Bir de var 3-cü rəd olur belə qaşıqlar üçün. Mən onu sevmirəm. Çünki məndə o maşından da var. Azərbaycanda rayonda o maşındandır. Ora qaşıqları bir yığmaq. Ondan sonra düzdür təmiz yuyulur, amma mənə bu rahat gəlir. Ora yığmaqdansa bu mənə rahat gəlir. Ən vacib özəlliyi qızlar. Bu maşının baxın dörtlüdür. Bir de var ikili olur da, tək ikililər suyu təsəvvür eləyin. Bu suyu iki yerdən gəlir. Bir var 2 dənə bu duşdan gəlir. Bir de var 4 dənə duşdan gəlir. Burada 4'lü duşdu bax. En güzel, en özelliği bunun o çok hoşuma gelir. Çok temiz yuyur. Sonra da kızlar bir de indi neyi göstereyim size. Bakın burada bunu belki de çok hanım bilir ama bəzilər bilmeyenler de var. 100% bilirəm ki bilmeyenler de var. Mütləq ve mütləq məsəl üçün biz paraşoklar alırıq tabletkalarda maşın üçün belə deyirik ki 3'ü birindədir, nə bilim duza ehtiyac yoxdur, yaxud deyirik ki filtr qoymuşuq, bizim suyumuzun josqılığı azdır, belə bəhanələr tapırıq, amma düzgün deyil. Çünki mən Rusiyada əvvəllər elə eləyirdim. Deyirdim ki mən tabletkaları 3'ü birində alıram, suyumuzun filtri var, ehtiyac yoxdur, amma elə deyilmiş. Duz mütləq və mütləq lazımdır maşına. Bu da spesialli maşınların üstündə çıxır. Ve burada belə duzlar olur kızlar yuyan maşınlar için. Bu da hemen Alman firmasınınkidir. Fərqli firmalar var. Yani lap ucuzları da var. Finish markası en bahalı sayılır. Bu da Alman markasıdır. Yaxşı, mən həmişə Finish alırdım. Nəsə bunlarda endirim olduğundan Rossmann'da keçən dəfə bunlardan aldım. Bundan aldım yani. Şimdi onu tökəcəm. 1 kilogram duz. Bir qab bura tam tutur, boş olanda eğer boşdursa, tam duz dökülməyibsə, o kadar tutur bir karobkası. Bu 2 kilodur düzdür, bu lap böyüyüdür. Koy ağzını açın. Ağzını açtım kızlar ver. Belə maşına dağılmamaq. Belə. Biraz da bura töktüm. Bu xırda duzdur, büyük duzda olur. İçine baktım ki xırdadır. Böyle bura dolunca tökürsüz kızlar. Dolanda göreceğiz ki doldu. Hardasa boş olanda yani 1 kilo duz gelir. Bir karobka. Deyəsən doldu. Bakın görene kadar gelir. Onun orada kabı var da yəqin orada o doldu artık. Bak doldu.
Bilmi əyib durmuşam deyə yoruldum. Bunu da belə şıp geriyincə bağlayırsınız. En vacibi de kızlar, indi size göstereyim. En vacibi. Bəzən xanımlar yazır ki, qabı yuyan maşınımdan iyi gəlir. Ne kadar temiz olsa da, yani qoxu gəlir deyir. Nədəndir o kızlar, indi mən sizə göstərim. Filtre. Mən də neçə vaxtdır təmizləməmişəm, sözüm düzü. Çünkü mən burada çox qabları şeyləmirəm, yumuram. Baxın, gördünüz, bunu çıxardırıq. Bu filtrdir. Bunu tam çıxardırıq. Çıxartdıq bunu kızlar, baxın. Bunu götürək, yaxalayaq götürək. İndi buna görünədim də bu yağa bax. Görünür bilmirəm. Baxın yağa. Bulaşıq, bax. Şimdi bunu açırıq belə. Bu necə açılırdı yadımdan çıxıb. Dartıb çıxardırdıq, nətər idi. Bunu çıxartdıq. Bu da çıxmalıdır nətərsə. Hə, bu da çıxdı. Görün. Biraz ne? İndi nə eləyirəm mən? Bunun üçün nə eləyəcəm? Belə Fairy'nin köpükləndirici spreyi var indi. Bunu buradan en maşından pisliği getiren, bu filtrenin biraz olmalıdır kısa. Əlcəksiz işlədim mən də. Biraz çəkmək narahatdır, niyə görə ki şeydir, üzüm düşməsin deyə çəkirəm. İndi bu qab yuduğum şeylə yumuram, bu da köhnə belə naçalqalar belə lazım olanda belə şeyləri yumağa saxlayıram. Və bunları təmiz yuyuruq, tamam. Maşınınızdan iyi gəlməsini istəmirsinizsə, filtri ne bileyim 10 gündən bir yumalısınız. Eğer qab yuyan maşını tez-tez işlədirsə, məsəl üçün mən tez-tez burada işlətmirəm. Niyə görə? Biz 2 nəfərik. Qonaq gələndə mütləq mən qabları maşında yuyuram. Həm dezinfeksiya şeylə, düşüncəsiyle, həm də ki qab çox olur. Amma biz ikimiz olanda doldura bilmirəm maşını. Maşın böyükdür, doldura bilmirəm. Ona görə məcburan əldə yuyuram. Bir dənə də belə bir şey var. Türkiyədə ümumiyyətlə hər hansı bir evə gedin, orada qab yuyan maşın mütləq olmalıdır. Çünki onlar onu ekonom nəzəri ilə alırlar, qab yuyan maşını. Suya adi olar. Qonaq gəlir, bir dənə türk gələndə mən qabları əldə yusam, deyirlər ki, niyə suya ekonom eləmirsən? Çünki Türkiyədə su qıtlığı var, yəni suyu çox şey eləmirlər. Onlar suya ekonom eləyirlər. Onlar üçün qab yuyan maşın həm elektrikə ekonom, həm zamanımıza ekonom, həm də suya ekonom. Ona görə onların bütün evlərdə qab yuyan maşın var. Ekonom cəhətdən onlar onu önəm verirlər, yəni. Baxın, gül kimi oldu, yağı getdi. Ne diyordumsa yadımdan çıktı. Yani ki qab yuyan maşından iyi gəlməmək üçün, onu deyirdim ki, tez-tez işlədirsinizsə, hər gün işlədirsinizsə, həftədə bir dəfə hətta bu filtri yuyulmalıdır. Gec-gec işlədirsinizsə, 15 gündən bir və ayda bir dəfə mütləq bu filtri yuyulmalıdır. Yoxsa yağ qalır, bəzən elə olur, qırıntılar təmiz yaxada, belə bulaşıq, çox bulaşıq qabları qoyulanda qırıntılar qalır. Nəsə, bəzən elə olur, qabın altında şey qalır, kağız, qiymət kağızları. O qarışıq qoyuruq şeyə, maşına, o kağızlar düşür. Bunu da belə bağlamaq. Bilmirəm, belə deyirsin. Belə bağlandı. Belə yığıntılar qalır bu filtrenin içində. Onlar başlayıb, həm də yağlı olur da. Ona görə mütləq bu tez-tez yaxalanmalıdır. Qaynar suyla tam yağı gedilsin. Baxın, mən qaynar suyun altında tuturam ki, yağ təmiz gedilsin. Belə yudum. Bunu da yerine koyuruq kızlar. Yerine de koyanda mütləq bu yerləşməlidir yerinə. Baxın, burada ox işarəsi göstərilib. Bax, bağlandı. Belə. Sonra nə haqda deyim bilmirəm. Bir də ki kızlar, qab yuyan maşının içi görürsünüz, hamısı parlıyır. Yəni çünki maşın özünü yuyur. Amma bəzən biz özümüz, bəzən yox. Həftədə bir dəfə, nə bilim kim necədə bu qıraqları var ha maşının. Baxın, bu qıraq hissələri özümüz təmizləməliyik. Bunlar belə qalırlar. Bu qıraqları özümüz təmizləyirik, bu rezinləri. Bura su gəlmir axı qab yuyan maşın şeyləyəndə, qabları yığanda. Neyse bilmirəm valla kızlar, sizə nə qədər anlatabildim.
başa sala bildim. En vacibi o idi ki qabıyan maşından iyi gelen xanımlar üçün məsləhətim. Biləyim, bunu deyəcəkdim sizə qızlar. İşlətdiyim tabletkalar haqqında da məlumat verim. Mən tabletkaları belə götürüb qaba tökmüşəm. Belə çox rahat belə qabları işlətmək. Hər dəfə həm iyi çölə vermir. Ximiyada nə qədər olmuyor. Bu qabıyan tabletkalarda çox şey olur, kəskin qoxulu olurlar. Öf, indi adam burnuna elə tünd iyi vurur ki, ona görə belə qab çox rahatdır. Belə qoydun içinə, bağladın, iyi də çölə çıxmır. Bu şeydir. Dəqiq yadımda deyil, ya Domol firmasıdır, ya da ki Finish firmasınınkidir. Bir də qızlar sizə bir dənə Finish ən bahalısıdır dediyim kimi. Ondan sonra Feri gəlir. Ferini də işlətmişəm. Azərbaycanda rayondakı evdə Ferini aldım, işlətdim. Çox xoşuma gəldi. Bilmirəm maşın təzə idimi, ondan idimi, bilmirəm suyundan idimi. O qədər təmiz yudu ki qabları. Düzdür, bu maşında da çox təmiz olur. İndi maşını doldurmaq istəyirdim sizə göstərməkdən ötürü. Bildim ki maşında olsa, yəni göstərə bilməyəcəm. Onu deyirəm ki, Feri tabletkalarda çox gözəl yuyur, yəni çox qəşəng, təmiz. Bu Finish'dəki ən yaxşısı. Bunun da tabletkaları yaxşıdır. Bu da Almanya firmasıdır dediyim kimi. Domoldu. Adlarını bilmirəm, düz deyirəm, düz demirəm. Nəysə qızlar, bu qədər belə əhəmiyyətli bir video çəkə bildimsə, yəni sizə bir məsləhətli bir video çəkə bildimsə, çox sevinərəm və like qoymağı da unutmayın. Abunə deyilsinizsə, abunə də olmağı unutmayın qızlar. Gələn videolarda görüşmək ümidi ilə. Bir də ola bilsin ki, burada çox məlumatlar vermədim. Yenə hansı məlumatları qabıyan maşını haqqında almaq istəyirsinizsə yaza bilərsiniz. Çünki mən qabıyan maşını hardasa 20 ildir mən qabıyan maşını işlədirəm. Rusiyadakı evə köçəndən o evə mən maşın qoydurmuşdum. Düzdür, əvvəllər işlətmirdim. Mənə belə şey gəlirdi. Qabları elə bilirdim əlimlə yuyanda təmiz. O ki Türkiyəyə köçdüm. Türkiyəyə köçəndən sonra mən qabları həmişə maşında hər gün maşına yığırdım. Belə Raul burada olanda da mən hər gün qabları maşınla yuyuram. Tezdən yığıram, gecə xod deyib yatırdım. İndi az çıxır deyə yuya bilmirəm. Beləliklə, yəni qab yuyan maşın çox rahatçılıq, ekonom tərəfdən, vaxt tərəfdən, suya ekonom tərəfdən hər tərəfli yaxşıdır qadınlarımızın. Əllərimizin, hətta bəzi xanımların əlləri allergiya verir ximiyalara, nə bilim qab yuyan paraşoklara. Bu o qədər sərfəlidir ki, qab yuyan maşın çox sərfəlidir. Nə demək istəyirdim? Yəni nə haqqda bilmək istəyirsinizsə komentariyalarda, rəylərdə yazıb soruşa bilərsiniz. Demədiyim şeylər ola bilsin ki, demədiyim bəzi məsləhətlər, onları da bildiyim qədər cavablandıracağam. Sağ olun qızlar, gələn videolarda Allahın izni ilə görüşmək ümidi ilə. Qızlar, ən vacib nə sizə söyləmədim. Bir də söndürdükdən sonra birdən yadıma düşdü. Onu söyləmədim ki, qab yuyan maşına hər zaman qabınızı yuyanda mütləq sirkə tökün. Adi üzüm, alma sirkəsi deyil. Mağazinlərdə ağ sirkə olur. Belə şey üçün də, evi silmək üçün, meyvə yumaq üçün. Türkiyədə çox olur. Ağ sirkə, sadə, rəngsiz ağ sirkə alın. O qab yuyan maşının içinə xoddamamışdan qabaq ondan tökün. Burada onu mən qabları yuyanda deyirdim ki, həmişə yumurta iyi gəlir qablardan. Burada bir xanım mənə öyrətdi ki, mütləq dedi, hər dəfə, türklər bilirsiniz də sirkəni necə işlədirlər. Dedi, hər dəfə sirkə tökün, ya şey tökün, xlor tökürlər, belezna. Belezna deyəndə Domestos işlədi. Mən işlətmirəm Domestosu, mən çox təsadüf hallarda işlədirəm. Çünki onun iyisini mən götürə bilmirəm, başım ağrıyır. Bir də əllərimə dəysə, o əlimdən, nə bilim, saatlarla onun iyi getmir deyə mən ondan işlətmirəm. İşlədəndə də əlcə ilə mütləq o, hərdən birdən olur ki, krantın için zadını yuram. Çox təsadüfi. Onda da əlcə ilə iyi başım ağrıdır. İstifadə eləyə bilmirəm. Yəni ondan da biraz tökə bilərsiniz maşının içinə. Sirkəndəki mütləq tökün. Bunu da söyləmiş oldum buradan.